Sözüm budur sizə. Əleyhissalamın sözüdür bu. Qəlbimi nə keçmişə bağla, nə indiyə, nə gələcəyə. Bəs necə yaşayım? Necə yaşayım? Əbədiyyətə bağlanaraq yaşa. Əbədiyyətin mənbəyi olan Allaha bağlanaraq yaşa. Bizim heç birimiz dünyadan getmək istəmirik, bizi zorla aparırlar. Yapışıb qalmışıq. İndi burada mömin qiyafəsində, mömin üzündə oturmağımıza baxmayın. Desələr ki, 5 dəqiqə sonra gedirsən, istəmirik. İçimizə bax deyək, biraz da qalaq. Zorla bizi tartıb aparırlar ki, sən burada getməliydin də səfər vaxtıdır. Sən əvvəldən sənə elan eləmişdilər. Sən getməlisən. Amma xoş olar nə? Adamı dəvət eləsinlər. Adam var, ölümü belədir ki, buyurun, xoş gəlmişsiniz, baş üstə. Ölüm belə olmalıdır əslində. Vaxtı çatdı, buyurursunuz, gəlirsiniz, bəli, baş üstə. Niyə gəlməyim ki? Gedirəm əla yerlərə, Rəbbimin yanına, Allahın yanına. Biz yəqin əla yerlərə getmirik, ona görə. Biz elə günə qoymamışıq ki, oranı. Bilirik, hara gedirik, ona görə getmək istəmirik. Çünki bizim ölümlə bağlı planımız yoxdur. Arzular buna mane olur. Ölüm anında biz sizinlə fikirləşəcəyik, hamımız mən əvvəlcədən xəbər verim. Ölüm anında hamımız fikirləşəcəyik ki, kaş bunu 15 yaşımda başa düşərdim. Bax, indini, 20 yaşında, 30 yaşında kaş başa düşərdim. Orada təbii olaraq arzulardan qırılırsan, təbii olaraq. Mən keçən dəfə də sizə dedim, ölüm səni, məni nədən qopardır, indidən ondan qopaq. Ölüm vaxtı ki, nələr gözündən düşür və nələr önəmli olmağa başlayır. İndidən Allahın istədiyi budur ki, oranı gözləmə, indidən o prinsiplərlə yaşa. Prioritetlər nə olsun? Niyə biz ölümü görmürük? Maraqlı şeydir, ölüm qədər aydın şey yoxdur və insan ölümü heç cür görmək istəmir. Niyəsi var, arzular qoymur. Arzular hicab olur, bürünür, ölüm anlayışını gizlədir səndən. Qəribə bir şeydir. İnsan təxminən ağılsız adam kimi hərəkət edir. Çünki konkret, qəti olacaq bir şey görmür. Bir adam bir uğur üçün çalışır, məsələn, bir idmançıdır, nədir? İndi mən yer tutacağım, alqış, medal, filan. Onun həyəcanı onu bürüyəndə sonra nə olacaq onu düşünmək istəmir. Bu təbiətidir insanın. Təbiəti belədir. Onda adamlar uğur qazanmasın. Kim dedi qazanmasın? Qazansın, uğurun əsri olmasın. Uğurun təsirinə düşməsin. Sual versin həmişə ki, sonra uğur qazandım, sonra birdən qazanmasam nə olacaq? Deməli, Allah istəyir ki, mən bu uğuru qazanmadan ona bəndəli eləyim. Bu bənim uğura mane olur. Kim dedi ki, mane olur? Bu uğura mane olmur, bu səni azad edir. Uğur onsuz da olacaqdırsa var, yoxdursa da yoxdur. Sənin ruhun xarab olmur ortada.